Buyur. Mən Misir Dünyamaliyev. Hal-hazırda bu kənddə yaşayıram, bu kənddə doğulmuşam. Mən müharibənin də o odlu alovlu günlərində birbaşa burada maşınımla xalqıma, kəndimə, elmə xidmət eləmişəm. Yaralı daşımışam. Bunlar hamısı öz yerində. Bugün bizim bu kənd üç tərəfdən gördüyünüz kimi erməni qəsbkarlarının əhatəsindədir. Keçdiyimiz yolda birbaşa erməni torpağından keçir. Üç tərəfdən erməni ilə həm sərhəd olmaqla bərabər keçdiyimiz torpaq da erməni torpağındandır. Mənim oğlum, iki uşağı, bir yoldaşı, bir özü, 4 nəfər ailə üzvləri var. Ona mən 2 ildir kənd sovetindən bir dənə spravka ala bilmirəm ki, ünvanlı sosial yardım alsın. Mən dəfələrlə rayon icra başçısına müraciət eləmişəm. İndi bizim hörmətli prezidentimiz bir növ çalışır ki, sərhədi möhkəmləndirək. Hər şey sərhədə. Ancaq bizim rəhbərlik də istəyir ki, sərhədi boşalsın. Mənim uşaqlarım, yaxşı, oğlum, 2 uşağı, bir yoldaşı, bir özü, 4 nəfər. 4 ildir ayrı təsərrüfatdır. Bir yerdən 1 manat almır. Deyin görək burada torpaqlarımız işğalda. Bir yerdən 1 manat almadığı halda mənə deyirlər sənin maşının var. Bəli, mənim maşınım var. Mən dövlətə plan verirəm. Ayda 110 manata qədər mən dövlətə plan verirəm, vergili falanını. Yaxşı, bu maşınla mən 2 günə bir reys eləyirəm. Bununla mən dövlətin planını verim, özümü dolandırım. Yoxsa 4 nəfər ailə üzvü olan oğlumu dolandırım. Mənim oğlum məcburdur. Kəndi boşalsın, kənddən tərk eləsin, ümumiyyətcə çıxsın, geçsin, harada özünə iş tapar ora. İndi bilmirəm ki, bax, qadın alın, bax, bizim bu haqsızlığa kimlərsə, havaqsa reaksiya verəcək, verməyəcək.